Mənarlı mövzu. Söhbətdə təsirli olan amillər. Söhbət edirsən, istəyirsən təsirli olsun. Mümkün sən belə əllamə ol, akademik ol, professor ol. Təsir etmə qabiliyyəti səndə olmalıdır. Nə cür eləyəsən ki, təsir göstərəsən, təsir qoyasan. Mən sizə əvvələn demişəm, yenə deyirəm, nitq dərsləri var. Nitq. Ünsiyyət dərsləri var psixologiyada. NLP, yəni bədən dil dərslikləri var. Mən bunlar hamısında olmuşam. Ölkəmizdə və xarici bir neçə ölkələrdə belə onlayn olmuşam kursa və bitirmişəm də. Hələ belə qulaq asmamışam, dərsdə olmuşam. Sənədləri nə var? Yəni, təsir etmə, sözün gücü və məsələn, burada deyəcəm indi, hansı cəhətlərimiz təsir qoya bilər tərəfdə? Birinci səsdir. Səsin o tembri var. İncə-incə səsin təsir olmayacaq. Məsələn, baxsan ki, belə müəllimdir, ruhani, qeyri-ruhani. Elə bir səsi bunun 15 yaşlı qız uşağı səsidir. İncə. Adam yuxusu gəlir. Ki, bir dəqiqə bu qırılacaq. Yox, səsin bir tembr olmalıdır. İşarə. Bədən hərəkətləri. Mən kursda olanda bədən dilinə çox olmuşam. İndi müxtəlif həmişə fərqli məlumatlar verirlər. Hər bir halda deyirlər ki, sözün özü var, söz. Hansı sözdən eləyəsən istifadə? Qapını bağla, qapını ört. Hansı? 10% onun deyirlər. 30% səsdir. Səsin təsiri var. Məsələn, belə qalınlığı, belə qadın fərq olmaz, qadın kişi. Səsdə müəyyən bir cəhət olmalıdır. 60% deyirlər ki, bədən dilidir. Mən deyalım belə, baş aşağı, bəzilər var, özlərini belə rol oynayırlar, açıq deyim. O adəri mədəni lovğalar. Lovğadır, amma özü mədəni göstərir, baş aşağı dayanır. Şəkillərdə həmçinin. Güya ki, bu fotoya baxanda haram düşürür. Güya ki, bundan mömini yoxdur. Bu təqvalat da bu. Başını sarılı aşağı, məsələn, əllərlə qoyur belə yanına, ayağının üstündə, ayağın arasında muzə eləyir. Sakit. Allah buyurur ki, belə eləyin. Biz gələ, bu. Yoxdur, mənası yoxdur. Hanı sən bədən dilin? Hanı sən səsin o tembri? Hanı sənə vurğuların? Sən sual verirəm, fasilə verirəm. Mənə dilində bəzi şirinliyi var. Mən də bilirəm ki, o nitq çox güclü deyil. Adam var ki, qaşıq nitqi var, həqiqətən baxsan, maşallah, nitqi var, amma sənin vurğusu yoxdur. Nitqi var, amma tembri yoxdur. Nitqi var, amma bədən dili yoxdur. Hər bir çaşmanın cəhəti var da, normal bir şeydir. Sizə çalışın ki, məsələn, bir bacarırsınızsa, nitqinizi qüvvətləndirin. Nitq dərslikləri var. Məsələn, A, O, Ü hərflərin tələffüzü var. Elə şey var ki, mənim dilimə yatmır, açıq deyirəm. Məsələn, müfrədəxana yerini dəyişirəm ki, dilimə yatsın. Gedirəm mən, alınmırsa, mən gedirəm. Bəlkə də o xəndə kitabdan və danışanı təbii ki, istəyirsiniz. İndi mənlə hər bir cəhəti var, hər bir şirinliyi var deyə, dillə bir şirinliyi və s. Amma bu səsin tembridir, baxın, əl hərəkətləri. Bunlar hansı mesajlardır? Bax, qaş, göz, təbəssüm, mövzuya məsələn, qaş yığıla bilər, üz dəyişə bilər. Bəzən bir təbəssüm eləyirsən, güldürürsən, mən əhvalat barəsində, mən olmuş hadisə. Bu çox əla bir şeydir. Çox böyük təsir var. Yəni, bəzən səmimi lazımdır orada. Mənim dəfə bir tədbirdir, məni dəvət eləmişdilər, orada da müəyyən şəxslər var idi. İndi mən adlar çəkməm bəzi hallarında, hard idi, kimlər, hamısını demirəm də. Orada bir nəfər dedi ki, məsələn, gələk, mənim təbəssüm oldu. Mən artıq təsir qoymağa çalışım. Özümə asıl deyirlər bu. Çünki mövzu mən yaxşıyram deyə deyirəm. Orada ilahiyyatçım bildirir ki, yaxşıdır ki, məsələn, kişi qadına həmişə desin ki, səni sevirəm, sən yaxşı xanımsan, belə. Yaxşı var ki, qadın da desin kişiyə. O bolsa deyir ki, deyən var ki, bizə o sözü. Və gülməli bir şey çıxdı. Mən doğru dedim həm tədbirdə, həqiqətən yaxşıdır. Yəni, bəzən zarafatçı lazımdır. Tədim, səs, böyük təsiri var. Söz ehtiyatı. Bir də bədən dili, bax, əl hərəkətləri.
Bəzən müəyyən mesaj verirsən, ancaq əlin qalsa belə başlağa, səs yox, vurğu yoxdur, işarələr, baxın, qaş göz işarələri, əl işarələri. Məsələn, danışsan, Allah məsələn içində, məsələn, yekə bir də daş, bax, əl işarəsi. Nə eləyirsənsə, göstər onu. Dərs deyirsən, müəllimsən, lövhədə göstərməlisən tələbəyə. Tələbə bunu sənə eşidir, amma görməlidir. Eşidir, görmək və danışmaqlığınla, üç cəhətlə bunun belində həkk olacaq. Yox, sən danışırsan, məsələn, ancaq belə, baxın, savadlı insan, mən çox görmüşəm, maşallah, çox savadlıdır, çox savadlıdır ya. Amma çatdıra bilmir. Niyə? Cəmaat içində olmayıb. Yayda, qışda, yağışda, Kətdə rayonunda palçığın içində təbliğat eləməyib. Axund olmayıb, mollalar eləməyib. Kim mollalar eləyir, onların bəyərməndin dəstə. Çox böyük olur təcrübəsi, taksi sürücüləridir. Və sair, muzikantlardır. Ümumiyyətlə də hər kəs öz sahəsində güclü işləyəndə cəmiyyəti tanıyır. Tanıdıqca onlar nə cür demək lazımdır? Qəşəng bilir, alverçi. Axı ki, bu məndən paltarına oxşamır. Bu paltar almayacaq. Daha sonra 50 manat, 20 manat. Baxın ki, bu yağlı klientdir məsələn. Məsələn, bu alana oxşayır. Bununla biraz danışır, ünsiyyət qurur. Sizə çox qəşəng. Bu elə siz üçün tikilib. Söz də deyir. Amma təbii ki, aldatmaq olmaz. Əgər nədir niyyət, tələbəyə təsir qoyasan, yaxşı mənada. Nəinki mən keçim dini dərs, onları özümə çəkim. Yox. Özüyə yox, dinə çək. Bax, bugün bu bizim böyük problemimizdir. Cəmaat dinin sayəsinə özlərinə rəğbət qazandırırlar, fanat ordusu yığırlar. Yox, olmaz. Olmaz. Allaha çəkmək lazımdır, özümüzə yox. Bax, bu bizim də böyük səhvimiz. Məsələn, bəzən mən qulaq asıram, baxıram ki, bu səs sünidir. Mən də səsləri, məsələn, o danış formasını mən çıxartmıram. Diqqətlə qulaq asın, müəllimlər, ilahiyyatçılara, axundlara. Siz uşaq deyirsiniz ki, və təhlil eləyin. Elə danışıq formaları var ki, baxsan ki, məsələn, mən də əsgərdə olmuşam. Mən bilirəm bunun, bu səsdən, bu sözdən, bu hərəkətdən, bu mimikadan, bu nədir məqsədi? Harasa babal yığmayaq da, suzən etməyə çox kömək olur təcrübələrimiz, bizə çox kömək olur. O yüzden çalışın gözalçıq olun ki, tanıyasınız. Dərs keçəndə də, təbliğat eləyəndə dediyim kimi vurğular. Mən oxuyanda oxuram ki, xoşuma oxuyan vurğuyla zehnimdə qalır və tərəfə təsir edir. Oxusam ki, söhbət, səs, işarə və bədən hərəkətləri qəbilindən olan amillərlə sıx rabitəyə malikdir. Biri yadda artıq orada. Bu oxumaq deyil. Hanı vurğu, hanı səs, hanı o səsin tembri. Görsən, hərbi xidmətlərdə Allah əsgərimizi qorusun. Məsələn, zabitin səsini eşitmişsiniz də, düzdən, fələqət. Nətər o səs təsir edir. Müharibələrdə döyüşün komandanı və yaxud da, sən deyində, əvvəllər var, krallar çıxırdı qoşun qabağına. Onları necə həvəsləndirirdi. Mənim cəngavərlərim, mənim belə danışıcı adam döyüşmək istəyir. Məsələn, bizim himnimizə baxın, himnimizə. Musiqisindən sözlər çox xoşum gəlir. Məsələn, mən əsgərdə olanda, məsələn, o bizə oxurduq da, əsgər oxumalıyıq. Bizə o qədər təsir edirdi o. Ki, adam sizə belə qəşəng qulluq eləsən xidmət rəsində, ölkəsindən, cəmaata sizə, xalqına. O, səhər düzülüşü onunla başlayırdı, himnlə başlayırdı. Axşam da, zehnimdə, axşam da biz onu oxurduq, sonra yatmaq. Ta səhər 5-ə kimi belə yatmaq, sonra 5-ə durursan, məşqlər, təmrinlər, nə və s. Nə qədər onun xeyri var.